Uşaqlar əskildilmiş üç səsli. Gəlin təkrarlayaq görək. Əskildilmiş üç səsli necə əmələ gəlir? Quruluşu nədən ibarətdir əskildilmiş üç səslinin? Yaxşı yazır markerlərimiz. Əskildilmiş üç səslimizin quruluşu nədir? Gəl Amil yazır və əskildilmiş üç səsli. Əskildilmiş üç səslimizin quruluşu necə oldu? Hansı quruluşu? Əhsən. Tez-tez yazaq. Əskildilmiş üç səsli. Bu tərəfdən də not səhvimizi çəkək. Və baxaq görək əskildilmiş üç səslinin quruluşu. Yaz, sən yaz. Vaxt getməsin, sən yaz. Əskildilmiş üç səslimizin quruluşu. İki dənə dedik ki, kiçik tırçadan ibarətdir, düzdür? Ay sağ ol. Əskildilmiş üç səsli. Bərabərdir kiçik tırça, çox sağlam eləcək. Üstəgəl kiçik tırça. Təşəkkür. Kiçik tırça, üstəgəl kiçik tırça. Düzdür uşaqlar? İndi gəlin tərifini deyə görək. Tərifi necə olacaq? Əskildilmiş üç səslinin tərifi necə olacaq? Kənar səsləri, akordun ən önəmli hissəsi hansıdır? Kənar səslərdir. Kənar səsləri nə əmələ gətirir? Hansı kvint əmələ gətirəcək? Əgər əskildilmiş üç səslidirsə, kənar səsləri demək əskildilmiş kvint əmələ gətirir. Amma artırılmış üç səsli olsa, artırılmış kvint əmələ gətirir. Demək, əskildilmiş üç səslimizdə kənar səsləri nə əmələ gətirəcək? Əskildilmiş kvint. Məsələn, si səsindən gəlin əskildilmiş kvintə quraq və yaxud da bir səs ötürə-ötürə üç səsli quraq. Si, Re, və əl, fa. Si, re, fa. Bax, bu si'dən fa'ya qədər hansı interval olacaq? Hansı interval əmələ gəlir si'dən fa'ya? Hansı? Yox, üç səsli deməyim. Hansı interval? Si, fa. İki not intervaldır. Üç və daha artıq səs akorddur. tersi. Si'dən fa'ya qaldıraq barmaqlarımızı sayaq. Si, do, re, mi, fa. Kvinta. Hansı kvinta? Əskildilmiş kvinta. Əskildilmiş kvinta. Si'dən fa'ya qədər nə əmələ gəldi uşaqlar? Əskildilmiş kvinta interval. Kənar səsləri nə əmələ gətirdi? Kənar səsləri əskildilmiş kvint intervalı əmələ gətirərək səsləri bir-biri ilə hansı məsafədə? Tersiyadır. Səsləri bir-biri ilə kiçik tırça məsafəsində yerləşən və yaxud da quruluşu iki kiçik tırçadan ibarət olan, belə də deyə bilərik, düzdür? Və neçə səsdən ibarətdir? Üç səsdən ibarət olan akord nə adlanır? Əskildilmiş üç səsli adlanır. Bir də deyə əskildilmiş üç səslinin tərifini? Kənar səsləri kiçik əskildilmiş kvinta əmələ intervalı əmələ gətirərək və səslər arasında bir-biri ilə kiçik tersiya məsafəsində yerləşən və neçə? Üç səsdən ibarət olan akord əskildilmiş üç səsli adlanır. Əla uşaqlar. Təşəkkür. Demək, əskildilmiş üç səsli nəyə deyilir? kənar səsləri Əskildilmiş kvintə əmələ gətirərək səsləri bir-biri ilə tersiya məsafəsində yerləşən və üç səsdən ibarət olan akord əskildilmiş üç səsli adlanır. Əhsən uşaqlar. İndi gəlin baxaq do majorda. Do majorun hərfi adlarla yazacağım işarəsini. Do majorda. Si qammanın neçənci pilləsi olacaq uşaqlar? Si, 7. Bəli, 7-ci. Demək, 7-ci pillədə əmələ gəlir və hara həll olacaq? Bütün əskildilmiş intervallar və akordlar hara həll olur? Həll olan zaman. Hara həll olur? Daxilə. İndi həll edək. 7, hara? Do, birinciyə. 1-ə, do, 2, Do, 1-ə, doya və 4, miyə. 3-ə, miyə. Ay sağ ol. Bu əskildilmiş üç səslimiz majorda, natural. Bu
pillələrdə majorda natural, minorda harmonik əskildirilmiş üç səslə əmələ gəlir. Və bir də var uşaqlar qammanın ikinci pilləsində ay sağ ol əmələ gələn əskildirilmiş üç səsli. Bu da majorda harmonik, minorda natural üç səslidir, düzdür? İndi gəlin ikinci pilləsini tapaq bu majorun olacaq əhsən R səsi. R səsindən gəlin üç səsli. Re, fa, la. Amma harmonikalı olmasa bu kiçik üç səsli, minor üç səslisi olur. Harmonikalı nədir do majorun? Do majorun harmonikalı Neçənci pillə? Əhsən, qammanın altıncı pilləsi yarım ton bəmləşir. Bəs bu necə həll olacaq? Yadınızda uşaqlar biz deyirdik ki, bütün interval və akordlar qeyri-sabit səslərə həlli qanunu ilə həll olur. Bəs burada 7 birə həll oldu, 2 birə həll oldu, 4 3-ə həll oldu. Bəli, qeyri-sabit səslərin sabit səslərə həlli qanunu hansıdır? 2. Biz deyək 2 birə, 4 3-ə, 6 5-ə, 7 birə. Əhsən. Bu birinci üsulumuzdur. Düzdür uşaqlar, biz bir də deyirik ki, ikinci üsul var. İkinci pillənin qeyri-sabit səslərin sabit səsləri həllinin ikinci üsulu hansıdır? Qeyri-sabit səslərimiz hansılar oldu uşaqlar? 2, 4, 6, 7. İndi gəlin baxaq, ikinci pillənin əhatəsi nədir? Bir tərəfi nədir? 1, digər tərəfi 3. Demək, uşaqlar 2, 1-ə həll olduğu kimi 2, 3-ə də həll ola bilər. 4, hara həll ola bilər? Əhsən, 5-ə də həll ola bilər. 6 hara həll ola bilər? 5-ə həll olduğu kimi uşaqlar 7 qeyri-sabitdir. Qeyri-sabiti aşır. Ay sağ ol, yadınızdadır, 1-ə həll olur. 7 isə yalnız 1-ə, ay sağ ol. Çünki niyə? Çünki 6 qeyri-sabitdir. Onu da aşıb 5-ə həll ola bilməz. Heç vaxt aşağı istiqamətə həll olmur. Demək, qeyri-sabitlərin sabitə həllinin ikinci üsulu nə oldu uşaqlar? 2 1-ə həll oldu, 2 3-ə, 4 3-ə, 4 5-ə, 6 5-ə, 6 1-ə, 7 1-ə. Əhsən. İndi burada biz ki bilirik əskildirilmiş üç səsli. Yenə yazaq, əskildirilmiş üç səsli akordun adını yazırıq. Bəli, əskildirilmiş üç səsli görürsünüz, biz kiçik tərsə qurmadıq. Sadəcə tərsə qurduq. Çünki niyə? Tonallıqda qurarkən çox rahatdır. Öz-özünə əmələ gəlir həmin pillələrdə. Və biz yalnız tapırıq. Biz səsdən qururuq, səsdən quracağıq. Düzdür? Amma tonallıqda yalnız tapırıq. Öz-özünə əmələ gəlir axı, ona görə. İndi burada ikinci pillə hara həll olar sizcə? Əhsən, niyə miyyə? Çünki bəli, daxilə həll olmalıdır. Əskildirilmiş intervalların, əskildirilmiş interval və akordların həlli qanununa əsasən bütün əskildirilmişlər həll olan zaman kiçilməlidir. Biraz da yığılmalıdır, yığcamlı, daxilə həll olmalıdır. Əhsən. Ona görə burada məcburiyyətdən 2 hara həll oldu? 1-ə həll ola bilməzdi, kənara gedərdi. Daxilə getdi. Bir səs yuxarı, miyyə. 4, 3-ə, miyyə. 6, sol. 5-ə. Düzdür uşaqlar. Niyə? Çünki 6-cı pillə onsuz da 5-ə həll olur. Amma 6 bəmləşəndə daha çox çəkicilik yaranır 5-ə. Daha çox cəzb etmə qüvvəsi daha çox artır. Çünki yarım ton məsafəsi daha çox aparır bizi 5-ci pilləyə. 6 bəmləşmiş. Aydındır? Bax belə, bu da belə. Bu oldu bizim nə? Əskildirilmiş üç səslimiz do majorda. İndi gəlin bunu oxuyaq. Əvvəlcə oxuyandan sonra nə edək uşaqlar? Oxuyandan sonra lə minorda gəlin oxuyaq do majorda. Si, təmiz. Aha, si, təmiz.
Bir yerden. Ucadan. Şimdi ikinci birden İndi gəlin lə minorda cəlb yazaq. Elə buradan yazaq lə minorda. Aha, deyin. 7-ci pilləsi nə olacaq uşaqlar lə minorun? Sol. Ama harmonik halda doğru. Harmonik halda ne olacak? Sol. Ne? Yok, sol Diyez. değil. Sol diyez. Əhsən. İndi quraq. Tez bir səs ötürü. Üç səs Sol, ötürü. si, Sol sirə. Əla, həll olur. la, Afərin. şey, do. La, do. İndi qururuq ikinci pillədən. İkinci pillə, si. Aha, tez bir səs Si, ötürü. re, Si, re, fa. Həll edirik. do, Do, mi. mi. Əla uşaqlar. Bu da oldu əskildirilmiş üç səsli lə minorda. Əskildirilmiş üç səslimiz. Bu oldu neçənci pillədən? 7-ci pillədən, bu da 3-cü pillədən. 7-dən harmonika belə gəldi, düzdür. 2-dən naturalı. Burada isə majorda nəsə düşdü? Majorda naturalı, minorda isə nə əmələ gəldi uşaqlar? Harmonika. Düzdür? Əl. İndi gəlin baxaq görək. Bəs biz bunları səsdən necə taparıq? Necə qurarıq? İndi lövhəni çəkək sizin üçün. Göndərək. Gəlməklərə baxa bilsin. İndi gəlin baxaq görək uşaqlar. Bunu biraz alaca yazaq ki, yerimiz olsun lövhədə. Səsdən necə qururuq və tonallıqlarını tapırıq. Elə götürək si səsindən. Gəlin görək necə olacaq tonallıqlarımız. Nə edirik uşaqlar? Si-dən quraq yenə. Əskildirilmiş Si, re, fa. Aha, si, re, fa. Əla. Və həlli nə olacaq? do, Do, mi. mi. Mən bunu 4 dəfə yazıram. Və birazca xanənin əvvəlində yer qoyu saxlayıram, işarələr yazıla bilər qarşısına. Biraz da bunu artıraq. Do, mi. Aha. İndi biz nə edirik uşaqlar? 7-ci pillədə əmələ gəlir, düzdür? Həm majorda, həm minorda. Si qammanın 7-ci pilləsidir. Tonallıqları tapmaq üçün nə etməliyik? Birinci pilləni tapmalıyıq, düzdür? Si 7-dirsə, birinci pillə ay sağ ol. Necə tapdın? 7'den bir dəfə yuxarı. Bir pillə yuxarı. Konkret desək, hansı interval qalxdın? Domcur. Si-dən nə qədər qalxdın ki? Si'den yarım. Ay sağ ol. Demək tonallığı tapmaq üçün hansı intervaldır o? Yarım ton dediğim. Yarımdan şey, neydi? Sekund. 2 sekund. Ay sağ ol. Demək nə edirik uşaqlar? 7-ci pillədən əvvələ gələn əskildirilmiş üç səsli kimi nə edirik tonallıqları tapmaq üçün? Yuxarı, kiçik, sekunda qalxırıq. Həm major, həm minor. Olacaq hansı qammalar? Domcur. Do major Do və minor. ay sağ ol, do minor. Bəs indi ikinci pillədir si. Si ikinci pillədirsə yenə birinci pilləni tapmalıyıq. Nə Si etməliyik ikinci birinci pilləni tapmaq üçün uşaqlar? Birinci piləni tapmaq üçün Aha. 3 dəfə. Si 2'dir uşaqlar. Götürə bilərsən, qala da bilər. Si 2'dir uşaqlar. 3 dəfə aşağı. Çox sağ ol. Üç dəfə. Si 2'dir, si 2'dir uşaqlar. Si 2'dirsə bir nə olacaq? 1, İkinci mərtəbədə nə etməliyik? Si 2'dir. 2 pillə aşağı. Niyə 2 pillə? Yok, bir Düşək bir yaxşı. pillə, bir
düşey hara düşecek? Adı nedir? Si 2 idisə 1 ne olacak? Şey, neydi? Ya. La. Ay sağ ol. Ne etdi? Si'den la'ya hansı mesafədir? Sizden bir ton. 1 tonda hansıdır? Tamam. Böyük sekunda. Əhsən. Demək böyük sekundadır. Düzdür? Ne etdi? Aşağı böyük sekunda düşdü. Düzdür uşaqlar? Burada ne etdik? Yuxarı kiçik sekunda qalxdıq. Demək kanallıqlarını tapmaq üçün 7 kimi olur. Yuxarı kiçik sekunda do major do minor. 2 kimi olur aşağı böyük sekunda. Düzdür uşaqlar? Aşağı böyük sekunda kanallıqlar olacaq. Kanallıqlar olacaq nə? Si'dən tapdıq axı birinci pilləsi nə olacaq? Do. Do. Yox, Evet. Si'dən ikinci La, pillə la, kimi. la, 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 nə? la. Ay sağ ol. Bir də deyək. La major. La major, La minor. la minor. Əhsən. La major, la minor. İndi nə edirik uşaqlar? Qaldı açar işarələri. Eyni şeydir. Bircə dənə açar işarələrində fərq var. Do majorda neçə işarə var? Do majorda 0. Heç bir işarə yoxdur. Demək, si, re, fa, do, mi olduğu kimi elə gözümüzün qarşısında do major nümunəsi var. Düzdür? İndi keçirik do minora. Do minorda neçə işarə var uşaqlar? Majorda 6. Do minorda. Onda bile geldi. Paraleli nədir do minora? Do Biz minor tapırıq. paraleli Necə tapırıq? şeydi. 3 bile yukarı. Aha, hara düşəcək? Şey mi. Amma kiçik tərcə qalxır yuxarı. Kiçik işte. Mi. Dodan. Mi şey. Ha. Bemol. Mi bemol nə? Major. Mi bemol major. Düzdür? Mi bemol major do minor. Neçə işarəsi? Hansılardır? Si bemol bemol. Əla. Si bemol. Buraya bir nöqtə qoyuram, sual işarəsi. Niyə si bemol olduğu halda burada si'dir, ola bilməz axı. Mi bemolü tapdım, qoyuram qarşısına mi bemolumuzu. Leşler bemol. La bemolda yoxdur, keçirik. Yok. Ay, Bu burada olmalı, bu da Yok. Yok. yoxdur. İndi düşünək görək, burada si bemol qoya bilərik uşaqlar. Hayır. Si bemol qoysaq nə olacaq? Si bemol major Yüksəsi hissəsi olacaq, əskildilmiş olmayacaq. Və ixtiyarımız da yoxdur onun quruluşunu dəyişməyə. Çünki quruluşu kiçik tərçalardan ibarət olmalıdır. Əskildilmiş hissəsinin quruluşu nədir? 2 dənə kiçik tərçadan ibarət olmalıdır. Nə etmə, bəs bu Onda gammanın neçənci pilləsidir? Yox, yox. Si. Özümüzdən dəyişə bilmir. Si 7'dir. Düşünün, si bemol 7. Necə olub si'yə çevrilib? Bekar mı ya? Niyə bekar qoyaq? Nə baş verib ki bekarlaşır? Ha şeydi natural halda. Natural halda si bemol idi. Sonra nə baş verdi? Hansı halda? Melodik halda. Sonra. Münazik hala niyə getdiniz? Hər şey minorda hansı halda baxırıq? Minorda natural halda. Yok. Minorda. Harmonik halda, düzdür. Harmonik halda nə baş verir? Minorda olması. Yedinci. Pillər yarım ton zilləşir. Bəs deyin də, Deyil. si bemol yarım ton zilləşir nə olur? Si. Si, Düz. təmiz Si si-ni bekar. götürmək üçün nə Si edirik? bekar. Si bekar, si bekar. İndi baxın uşaqlar, si bekar. Bəzən si dubl, bəzən həmişə bemol bəmləşmə bemol olmur. Məsələn, si dubl bemol, məsələn, fa dubl diyez bəmləşir olur nə? Fa dubl diyezin içində 2 dənə diyez var, düzdür? Birini atırıq, yarım ton bəmləşir, Fa diyez. bir dənə diyez qalır, düzdür? Əhsən. Fa dubl diyez bəmləşir olur nə? Fa diyez. Fa diyez. Görürsünüz, bəzən bəmləşmə diyez olur. Fa diyez bəmləşir olur. Fa. Bekar. Fabrika təmiz fanı götürə bilmək üçün diyezdən sonra nə edirik? Bekar. Ləğv edici işarə, bekardan istifadə edirik. Fabrikar demək. Diyezi görürsünüz, bəmləşdirən, yarım ton bəmləşdirən işarə oldu. Bəzən görürsünüz, bekar özü də bəmləşmə işarəsidir. Diyez özü də bəmləşmə işarə. Bəs fa bəmləşsə nə olar? Fa bəmləşsə olar. Bəmləşdirə işarə. Fa nə olar? Fa Fa. bemol. Bemol və Mi diyez. fa bemol bəmləşsə nə olacaq? Fa bemol bəmləşsə fa dubl. Fa dubl bemol.
Aydın uşaqlar, bəzən diyez, bəzən bikar, bəzən bemol, bəzən dubl bemol yarım ton bəmləşmə işarəsi ola bilər. Bəmləşdirmə işarəsi ola bilər. Aydındır? Eləcə də həmişə diyez, zilləşmə işarəsi olmaya bilər. Diyez həmişə daha doğrusu zilləşmə işarəsi deyil. Məsələn, dubl bemol zilləşərsə nə olar? Bemol. Bemol. Çünki iki dənə dubl bemolda iki bemol var. Birini atırıq. Zilləşir nə olur? Məsələn, si dubl bemol zilləşir, yarım ton olur si bemol. Demək, bemol oldu nə? Zilləşmə işarəsi. Halbuki biz bemoli bəmləşmə, diyezi zilləşmə götürürük. Görürsünüz, bütün işarələr ola bilər. Baxın, necə yanaşırıq biz buna? Hansı səmtə, hansı nota görə zilləşdirib bəmləşdiririk? Aydındır? Dubl bemol zilləşir olur. Bemol zilləşir olur. Bekar. Bekar. Baxın, bax bu halda nə oldu uşaqlar? Məhz bu halda 7-ci pilləsi do minorun yarım ton zilləşdi, si bemol zilləşdi oldu nə? Si bekar. Bekar zilləşsə nə olardı uşaqlar? Zilləşsə si diyez. Diyez, əhsən si diyez olardı. Bəs si diyez zilləşsəydi Si dubl diyez. Si dubl diyez. Aydındırmı? Həmişə zilləşmə diyez deyil. Aydındır? Və niyə burada bekar oldu? O da aydındır sizə. Elə belə olmadı. Qammanın harmonik halıdır və o əgər natural halda əmələ gəlirsə, əskirdilmiş üç səsli majorda, bu isə minorda harmonik halda əmələ gələn üç səslidir. Majorda ikinci pillədən harmonika əmələ gəlir əskirdilmiş üç səslinin, minorda isə naturalı əmələ gəlir. Əhsən. İndi baxaq, la majorda bəsdir. Bu doğru oldu. Si bemol, mi bemol, la da yoxdur, keçdi üstünə. İndi baxaq, la majorda nə olacaq uşaqlar? Neçə işarəsi var la majorda? La major qammasının neçə işarəsi var? Necə tapırdıq diyezli major qammalarında? Növbəti açar işarəsi qammanın neçənci pilləsində əmələ gəlirdi? 7-ci. İndi tez 7-ni tapaq. Necə tapırıq? La majorda 7-ci pilləni necə tez tapa bilərik? 7-ci pillənin bir pillə şansı. Hansı not olacaq? Sol. Amma zilləşmiş nə olacaq? Sol diyez. Sol diyez açar işarələri ardıcılığında neçənci diyezdir uşaqlar? 5-ci. Yox. Sayaq. 3-cü. Aha, sayaq. Fa Fa diyez, diyez, do diyez, do diyez, sol diyez. Demək, neçə işarəli qalmadı? La major 3 işarəli. Bir də sayaq açar işarələrini. Fa diyez. Aha, bura nöqtə qoyuram. Ola bilərmi burada fa diyez? Fa diyez. Onlar minor üç səslisi. Dəyişə bilmərik. Fa diyez, do diyezimizi qoyduq. Sol notu da yoxdur. Üstündən keçirik. Aha, indi baxaq görək. Niyə burada fa diyez ola bilməz? Bəs nə qoymalıyıq bura? Harmonik haldadır. Harmonik halda, bəli, əhsən, harmonik da yazmışıq. Harmonik halda major qammasında nə baş verir? Major qammasının neçənci 6-cı pilləsi bəmləşir. 6-cı pilləsi yarım ton bəmləşir. 6-cı pilləsini tez tapaq la major. Fa. Olacaq, bəli. Fa. Doğru, fa diyez. Yarım ton bəmləşir olur. Fa, bekar. Bekar, əhsən. Aydın oldu uşaqlar. Baxın, fa, bekar. Ona görə bax, burada nə əmələ gəlir? Fa, bekar işarəsi əmələ gəlir. Bu da düz. İndi la minorda neçə işarə var uşaqlar? La minorda 3 işarəsi. La minor. Paralel nədir? La minor paraleli. Fa. La minor uşaqlar, la minor. La minor. La minor neçə işarəsi var? La minor. Do major. Hə. La minor. Hayda, yadından çıxır. Hə. La minor 0 yoxdur işarəsi. Heç bir işarəsi yoxdur. Demək, bu da olduğu kimi qalır. Aydındır. Baxın, bu naturallar eyni adlı kanallıqlar, paralel kanallıqlar ki var. Onların açar işarələri eynidir axı, düzdür uşaqlar. Eyni olduğundan, bax, burada 7-ci pillə, burada 2-yə bərabərdir. Do majorun 7-ci pilləsi nədir? Si. Amma la minorda bu neçənci pillədir? 2-dir.
Üç pillə həmişə aşağı olur, düzdür? Yuxarı olur minorda. Misal üçün, yox, aşağı olur. Çünki üç pillə aşağı. Bir dəqiqə. Aşağı. İndi deyəcək, re neçənci pillədir do majorda? Re, neçənci pillədir do majorda? Do majorda ikinci. 2-dir. Bəs la minorda? La minorda 7. La, si, do, re. 4'dür. Aydındır. Bunda 2 olan, onda majorda 2 olan paralel minorunda 4 olur. Majorda 6 olan paralel minorunda 4 olur. 6, 3 bilə terça fərqi var da. Do majorla la minor arasında terça fərqi var. Düzdür? Həmişə aşağı sayırıq. 2 dənə aşağı sayacağıq. Özünü saymırıq da ona görə. Düzdür? Verilmiş səsdən. Məsələn, ikinci pillədirsə, la minorda 4. Axı ondan 2 mərtəbə elə bir zirzəmiyə tikilib, 2 mərtəbə daha aşağıdadır. Düzdür? Ona görə bunun ikinci mərtəbəsi onun üçün neçə olacaq? Onun 2 mərtəbəsi hesab edin ki, zirzəmidədir. La minorun. Bunun ikinci pilləsi bunun üçün 4 olacaq. Bunun dördüncü pilləsi minor üçün 6 olacaq. Bəli, 2 mərtəbə artıq olacaq. Aydındır uşaqlar. Bax, ona görə minorda, majorla, do majorla la minor eynidir. Görürsünüz, açar işarə. Bu da səsdən qurarkən, səsdən yazaq. Səsdən əskildilmiş, 3 səslinin qurulması və nə tonallıqlarının tapılması həlli. Aydın uşaqlar, bunu da çəkək gəlməyənlərimiz üçün də. Düzdür, təkrardır yenə də olsun. Aha. İndi gəlin oxuyaq uşaqlar. Gəlin oxuyaq. La minorda oxuyaq. Əskildilmiş səslimizi. Necə işarəsi var? La minor. Heç bir işarəsi yoxdur. Oxuyaq. Əskildilmiş üç səsli tonallıqlar uşaqlar. Si səsindən əskildilmiş üç səsli nə olacaq? Quraq tez deyin. Deyin, yatmayın. Si, re, fa. Si, re, fa, əhsən. İndi tonallıqları deyin. Do, Mi, yaxşı. İndi deyirik tonallıqları birinci uşaqlar. Si, 7-ci pillər kimi. Do major, do minor. Si, ikinci pillər kimi. La major, la minor əvvəl olur. İndi quraq oxuyaq. Təmiz si, re, fa, bəllədən. Do, mi, do majora. Si, bikar, re, fa. Do, mi, bemol təmiz oxuyaq. Do, minora zahid oxu səndə. İndi la majora 2 kimi. Si, təmiz si, amin seni təmiz getir si. Sonra getirsən. Si, bir də alın. Re, do, si, re, do, si, fa, bikar. Nihat, sesin gelsin. Do, diyez, mi. Böyle minora si. Tonika, la. Aminden başka hiç kesin sesi gelmir. Niye? Bir de okuyurum. Nihat gel bura. Gel. Ucadan oku. Si, re, fa, do, mi, do majora. Si, fa, re, fa, do, mi, do minora. İndi la majora.
Demek 7 kimi oldu do majör, do minorda 2 kimi oldu la majör, la minorda. Əyləş, çox sağ ol. Aydın oldu uşaqlar, əskildirmiş 3 səslimiz. İndi baxaq bu əskildirmiş 3 səsli uşaqlar. Baxaq görək. Mən bu əskildirmiş 3 səslinin silə bilərəm də uşaqlar, düzdür? Aha. Bunu çəkdik də, hə? Çəkdim mən? Sonra Bəs çəkdiniz. Axırıncı dəfə çəkdim. Göndərərəm sizə. İndi baxaq uşaqlar. Həmin bax bu əskildirmiş 3 səsliyə bircə dənə səs əlavə edək altına. Bir dənə də aşağıya tırça əlavə edək. Buyurun. Sidən bir dənə aşağı tırça. Bir dənə aşağı tez. Bəli, tez gəl. Yatmayın. Nə oldu? Tırça. Küçük də. Ha. Hə. Si. Yatmayın bir dənə. Sol. Ay sağ ol. Soy. Hansı burada mənə gəldi uşaq? Burada şey neydi? Nə mənə gəldi? Dominant Sağ ol. Dominant septakor da mənə gəldi. Və dominant septakor nə olur uşaqlar? Dominant septakor Aha. C. Necə həll olur? Hara həll olur? Daxil et. Burada 5-ci pilə hara gedəcək uşaqlar? Daxil. Dominant septakor əmələ gələn zaman, həll olan zaman nə əmələ gəlir? Necə tonika 3 səslisinə həll olur? Natamam tonika 3 səslisinə həll olur. Nəyə deyilir natamam tonika 3 səslisi? Nəyi olmayan, nəyi var? Priması var, terçası var, nəyi yoxdur? Yox. Tez şey kvintası. Kvintası olmayan tonika 3 səslisinə nə deyilir? Natamam tonika 3 səslisi deyilir. Bunu da ayrıca yazaq. Baxın. Kimdir xırçıldadan? Nədir? Qoy ona ya at ya sonra yeyərsin. Olar? Aha. Demək, baxın bir də yazıram. Si, re, fa. Do, mi. İndi baxaq uşaqlar. Bura bir dənə sol əlavə etdik. Nəyə çevrildi? Çevrildi dominant septakorda. Hara həll olur? Kvintası olmayan tonika 3 səslisinə. Yəni natamam tonika 3 səslisinə. Və bu bəs yaxşı 7-1-ə, 2-1-ə, 4-3-ə həll oldu. Bəs bu 5 hara gedir? 5 sıçrayış verir. Birinci pilləyə və 3 dənə 1 olur. Do, mi. 1, 3-ə həll oldu. Doğru uşaqlar? İndi gəlin baxaq görək. Həmin bu əskildilmiş 3 səslinin axırına həmin bu si, re, fa, do, mi. Axırına da bir dənə də la əlavə etsək və yaxud da la bemol fərq etməz. Eyni şeydir. Alınacaq aparıcı septakor uşaqlar. Və o zaman biraz fərqli həll olacaq. Birbaşa tonikaya həll olan, bəli, terçası ikiləşəcək. Birbaşa tonikaya həll olan zaman 7-1-ə, 2-3-ə həll oldu, 4-3-ə, 6-5-ə. Aydındır, nə oldu? Terçası ikiləşəcək. Eyni si, re, fa'da. Aşağısına bir terça əlavə edirik. Hamısı terçalardır, düzdür? Bir dənə də aşağıya terça əlavə edirik. Yəni böyük terça altına əlavə edirik. Nəyin quruluşuymuş? Əslində dominant septakorumuzun quruluşudur. Düzdür uşaqlar?
böyük tərsə, kiçik tərsə, kiçik tərsə. Deməli, sətd akkordun quruluşudur. Bəli. Amma axırına böyük tərsə əlavə edəndə kiçik aparıcı sətd akkord alınır. Niyə kiçik adlanır? Çünki kiçik tərsə üstəgəl böyük tərsə. Kənar səsləri si, la. Burada la bemol olmasa, la olsa. Si-dən la-yı hansı intervaldır? Tez sayaq uşaqlar. Si-dən Si, do, si, do, re, mi, fa, sol, la. La. 7. 7 pillər. Hansı septimadır? Hə, udadan çıxır. Hansı septimadır? Kiçikdir, böyükdür. Neçə tondur sayaq si-dən? Si-dən la-ya. Aha, Si-dən tez. la-ya. Si-dən do-ya yarım Aha. ton. Aha. Do-dan re-yə 1 ton. 1 ton yarım oldu. Re-dən mi-yə 1 ton, 2 ton İki yarım. ton yarım. Re-dən mi-dən fa-ya 1 ton, Yarım. yarım ton. 2 ton, Üç ton. 3 ton. 3 ton oldu, 2 ton yarım şeker yarım ton, 3 ton edir. Sonra Fa'dan so'ya 1 ton, aha. so'dan larda 1 ton olur 5 ton. 3 ton üstəgə bəli. 2 ton oldu 5 ton. 5 ton hansı intervalda? Kiçikdir, böyüdür. Kiçik septimadır, böyük septimadır. Yox, Kiçik septima. Böyük 5 ton yarımdır, oktavada 6 tondur. Düzdür? Kiçik septima. Ona görə kiçik sept akkord adlanır. Digər adı yarı əskildilmişdir. Niyə? Təməli əskildilmiş yüksəsilidir uşaqlar. Düzdür? Axırı isə böyük tərçadır. Əskilib, amma yarı əskilib. Aydındır? Hamısı əskildilmiş olsa, adlanır nə? Əskildilmiş aparıcı sept akkord. Amma axırı böyük tərçə olanda olur, yarı əskildilmiş. Başqa adı kiçik sept akkord. Niyə kiçik sept akkord deyilir? Çünki kənar səsləri kiçik septima intervalı əmələ gətirir. Akkordun da kənar səsi önəmlidir axı. Düzdür? Adını bəlli edir, intervalın, tetraxordun, akkordun, kənar səsləri adını bəlli edir. Quruluşunu təyin edir. Aydındır? Özünün akkordun növünü müəyyənləşdirir. Ona görə önəmlidir. Ona görə bir qism musiqişünaslar, nəzəriyyəçilər bu akkordun kiçik tərsə üstəgəl böyük tərsə olan növü nə kiçik sept akkord deyilir, bir qism yarı əskildilmiş deyir. Yarı əskildilmiş aparıcı sept akkord deyir. Aydındır? Və ümumilikdə bu isə hamısı 3 dənə kiçik tərçədən ibarət olan quruluşlu akkord isə adlanır nə? Əskildilmiş. Niyə? Kənar səslərinə baxaq. Si-lə kiçik septima idi. Si-lə bemol biraz da kiçikdən də kiçikdən nə oldu? Si-lə bemol hansı intervala çevrildi? Kiçikdən də kiçik olanda nə olur uşaqlar? Düşünün də, nə adlanır? Nə adlanır? Əskildilmiş septima oldu, düzdür? Si-lə bemol əskildilmiş septimadır. Ona görə bu akkordun həm kənar səsləri əskildilmiş septimadır, həm təməli nədir əskildilmiş üç səsli üzərindədir bir nömrəsi. Ona görə bu akkord nə adlanır? Əskildilmiş aparıcı sept akkord adlanır. Aydındır? Və hamısının təməli nədir uşaqlar? Əskildilmiş üç səsli. Təməli deyəndə ki, hamısının quruluşunda, daxilində həmin bax bu dominant sept akkordda da var, aparıcı sept akkordda da var. Nə var? Nə var uşaqlar? Əskildilmiş üç səsli var. Aydın oldu sizə? Yaxşı.